Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, hər bir dövlət, hər bir ölkə istənilən ölkə ilə hərbi təlim keçirdə bilər. Yəni bu onun haqqıdır. Biz də regionda istər Rusiya ilə, istər Qazaxıstanla, istər İranla, istərsə də Türkiyə ilə dönəm-dönəm biz təlimlər keçirmişik. Amma bu günlərdə İranla Ermənistan arasında hərbi təlim keçirilir bu Zəngəzur istiqamətində. Əsas məsələ təlim deyil, amma təlimin kod adı çox maraqlıdır. Ya Zəhra kod adıyla deməli təlim keçirdirlər. Düzdür, adamın əti tökülür. Yəni Zəhranın bu məsələyə nə dəxli var? Yəni bunların avamlıqla insanlara təbliğ etdikləri, Fatimə Zəhra nə bilim hardasa helikopteri yerə saldı. Burada Zəhra gəlib artıq Ermənistan təlimini keçirir. O bir tərəfdə ya Okopyan adlı bir təlim keçirdirlər. Yəni sözümün canı nədir? Mən həmişə bu barədə danışmışam ki, mənim məsələm. Siz bu saxtakarlara inanmayın. Əhl-i Beytçi qiyafəsi altında saxtakarlıq edənlərə, Şiə adı altında saxtakarlıq edənlərə, Zəhra adı altında saxtakarlıq edən bu insanlara inanmayın. Baxın, dünyanın ən böyük soyqırımçı olan milləti Zəhranın balalarını Xocalıda soyqırım edən erməni ilə ya Zəhra adı altında, kod adı altında deməli təlim keçirdirlər. Halbuki o Zəhranın balalarının məscidlərini, nə bilim, donuz axırına çevirənlər, yüz minlərlə Azərbaycan qızına gəlinə təcavüz edən, Zəhranın balalarına təcavüz edən, deməli Ermənistanla ya Zəhra adlı kod adı altında deməli təlim keçirilir. Yəni Allah heç xeyir verməsin, sözüm onda deyil, amma əsas məsələ ondan ibarətdir ki, hər bir dövlətin biz təlimini normal qəbul edirik. Normaldır, hər bir ölkənin dostu da var, düşməni də var, amma ortada qoyulan bu kod adlı əslində qalsa həm Əhl-i Beytə, həm Şiəçiliyə, həm imamətə, həm Zəhraya və həm də Peyğəmbərin balalarına ən böyük hörmətliyi, ən böyük alçaqlığı elə İran hökuməti həyata keçirir. Bunun başqa bir kod adı da vermək olardı, amma Zəhranı burada istifadə etmək, öz batil inanclarında Zəhranın adından istifadə etmək, bu özü də belə anti-İslami, anti-Əhl-i Beytçi bir tutumdur. Təşəkkür edirəm.